sertifikatlı mütəxəssis Akif Əhmədzadəni səhnəyə dəvət edir. Təsmə gəlib yetəri tonlarcaqsa hep verilmək şəkildə. Deməli, mikrofonda iştirak edirəm. Bütün digər spikerlərdən fərqli olaraq mən biraz fərqli bir proses başlayıram. Digər spikerlərdən daha da bizim keyfiyyətlərimizi amma mən mühəndisəm və biraz da başqa sən mühəndis olmayacaq. Qısa bir tarixçə deyəcəm. Deməli, universiteti bitirirəm, iş axtarıram, amma mənə də deyirlər ki, Azərbaycanda mühəndislik, neft sənayesi çox inkişaf edir və sən asanlıqla iş tapa bilərsən. Və bu baş verir. Mən iş tapa bilirəm. Mühəndis olaraq heç bir zaman elə bir xüsusi bir şans olacağını gözləməyərək bir bazar araşdırması nəticəsində bilirəm ki, mən yalnızca ingilis dilinin hesabına hər hansı bir işi tapa bilərəm və istədiyim ağlıma gələcək və bacara biləcəyim bir iş axtarışdır. Təəssüflər olsun ki, yəni biz çox sayılı müsahibələrdən sadəcə iş təcrübəsinə görə gəldik. Hətta bir nəfər belə ingilis dil bacarığına görə məni bilərəkdən kəsir ki, sən buralıq deyilsən, sənin ixtisasın var, sən Gəncədə qaçacaqsın. Məsələ heç də ixtisasda mühəndislikdə deyil. Biz niyə görə görünməz idarə edirik? Görünməz ümumiyyətlə nədir? Yəni, heç kim ağlına müəyyən başa bir məhlumat gətirməsin və mən o dediyimiz invisible, görünməzi bu mühəndisliyin və iş həyatının altında bir izlənmiş şəkildə təqdim edəcəm və çalışacağım ki, sizin anlayacağınız bir bilgidə danışım. Növbəti slayd zəhmət olmasa, ekranda nə görürsünüz? Təbii ki, oxuyursunuz təhlükəsizlik və o nədir? Və kimin əlindədir? Həkimlər. Nə vəziyyətdədir? Təhlükəsiz deyil, nə düzdür? Deməli, bax, onu biz eləmişdik. Yəni, o sizin də, mənim də elə hamımızın müəyyən səbəblərdən bizim baxımdan olsun. Növbəti slayd. Buradakı hadisəni tanıyan var. Meksika. Bəli, Gulf of Mexico. Makamda bu, Deepwater Horizon. Buna bir filmdə çəkilib. Deməli, bu bir Meksika körfəzində bir platformadır. Deməli, məsələ nə yerdədir? Bir quyunun, deyək ki, istismarına başlamamışdan öncə baş vermiş bəzi əməliyyatlar nəticəsində ortaya çıxmış təhlükəli bir görüntüdür. Çox təhlükəlidir. Və bu təhlükə nələrə gətirib çıxarıb? Birinci sualına cavab verək. Birinci slaydda gördüyünüz o spağa 6.000, yəni minlərlə deyək, onun kimi spağa baxın, o vəziyyətdəyiz. Gələk statistikaya 11 ölü, 17 yaralı, 87 gün nəzarətsiz quyudan çıxmış neftin dağılması. Ekranda arxa səhnədə gördüyünüz bu görüntü heç dəyərə bir düzəldilmiş şəkil deyil. Yəni, bu dənizin ortasında neft dağılması. Nəyə gətirib çıxarıb? Baxın, 100 min dəniz quşunun ölməsi deyərik. 6.000 dediyimiz o gördüyümüz o deməli spağa balasını 20.000 delfin və digər məməllərin ölümünə gətirib çıxarıb. Növbəti slayd. İnsan, bəli. Niyə görə biz? Bu kimi şəkildir. Hansı filmlər? Deməli belə. Unudurum, Oppenheimer'ı bir dəqiqəli unudurum. Baxın, insanda dayanacaq. Hələ ki, bir məsələni sizin diqqətində çəkəcəm. Deməli belə, bir gün intervyuya gedirəm və bütün texniki biliklər artıq belə deyək, ağzında hazır şəkildə toplanır və çıxmaq istəyir. Və bir anlıq intervyuda məndən soruşulan sual olur ki,
ən böyük təhlükə nədir? Bu arada mən neft qaz sahəsində çalışıram, bu sahəsində çalışıram və orada ən böyük təhlükə nə ola bilər sualı mənə veriləndə özündən asılı olmayaraq ilk dediyim şey patlayış və hər hansı bir diqqətsiz belə deyək, qığılcım. Çünki neft qaz sənayesidir, hər tərəfdə qaz sızması ola bilər. Yəni, əmin idim ki, o sualın cavabını mən düz cavab vermişdim və o an dedim ki, bəli, mən ona cavab verdim və hal-hazırda mən yüksək balla bu indirmə keçmiş oldum. Mənə dedilər ki, və belə deyək, oradakı məyusluğum bir cavabla, yəni sual verənin bir cavabı ilə məni daha da belə çox görgətdi. Ən böyük təhlükə insan tanışıdır. Mənə niyə görə sualını deyicə belə bir cavab verdi? Dedi, bugün siz və aranızdan heç biri, mən daxil olmaqla istədiyimiz yerə göründüyümüz kimi getmirik. Səhər tezdən yuxudan durur və yaxud da gecə hər hansı bir başımıza gələn hadisənin nəticəsini düşünərəkdən psixoloji vəziyyətimizin tam da yaxşı yox, yəni qəza alınmış formasında daxilimizdə saxlayaraqdan gedirik. Və biz bugün bura gəldiyimizdə səhərki vəziyyətimizi heç kim bilmir və biz istənilən bir təhlükəni ortaya çıxara bilərik. Bəli, təhlükəsizlik elə bizim özümüzdən başlayır və biz insanıq. Bu yoldaş isə növbəti slaytda bu insan 2-ci Dünya müharibəsini deyək ki, sonlandıran şəxslərdən biridir. Birbaşa olmasa da bilavasitə. Yaxşı, niyə görə? Çünki ilk nüvə silahının yaradılmasında birbaşa istratejisi olmalıdır. Azıq sağ olun. Deməli belə, insandır. İnsan neynədir? Nüvə silahını yaratdı. Bugün o nüvə silahı nələrə qadir ola bilər? Bəli, bu pozitiv haldır. 2-ci Dünya müharibəsi bitdi. Növbəti slayt. Bəli, 200 mindən çox ölmüşlər. Və bu statistika dünyaya böyük bir səs saldı. Hadisədən çox danışmayacağım. Məqsədimiz insan faktorudur və insan faktorunun pozitiv halda müharibəni dayandırması və daha sonra negativ halda böyük bir kütlənin ölümünə səbəb olması bir mənalı qarşılanmır təbii ki. Amma biz bugün təhlükəsizlikdən danışırıq. Növbəti slayt. Biznes. Təhlükəsizliyə gətirib çıxaran o söz, o görünməz dediyimiz o söz biznesdən var. Deməli, şəkildə gördüyünüz bir avtomobil istehsalçı zavodudur və orada bəzi insanları görürük. Təbii ki, texnologiya irəliləyir və insanlar orada demək olar ki, qismən yoxa çıxmağa başlayır. Amma insansız, yəni insan fiziki belə deyək, addımını mı deyək, hərəkətini mi deyək, bir önəmi qalmamaq belə deyək zamanındayıq. Belə deyək. O şəxs orada nəsə bir iş görür. O hər hansısa bir iş görür. İndi belə bir tarif var. Bir nəfər Amerikalı bir avtomobil zavodunun yiyəşi Yaponiyaya səyahət edir. Yaponiyadakı bir avtomobil zavoduna gedir və zavodda bir dənə, belə deyək, bir faktor onu narahat edir. Gördüyünüz bu sırada hər şey qaydasında, bütün robotexnika, bütün texnologiya, bütün insanların belə deyək, funksionallıqları yerində idi. Amerika ilə Yaponiyada bu fərqləndirdi bir nəfərdən başladı. O bir nəfər reizin başlı çəkiclə qapılara vuran bir şəxsdir. Aha. Deməli, bu Amerikalı zavod yiyəsi çox narahat oldu və Yaponiyadakı bir zavodun əməkdaşını dəvət elədi. Sualı belə oldu. O, reizin başlıqlı çəkiclə vuran yoldaş hardan bəs? Dedi, bizdə o yoxdur. Dedi, niyə görə soruşursunuz və o kimdir? Dedi ki, o şəxs bizim zavodda
hər qapılar belə quraşdırıldıqdan sonra o qapıya müəyyən qədər hərəkətlə vuran bir şəxs. Soruşdular ki, niyə ehtiyac var? Bəlkə də uyğunsuzluq yarana bilər qapılarda. Həmin şəxs biraz gülümsədi, belə cavab verdi. Biz bu yanlışlıqları mühəndislik etapında artıq bitirmişik, həll etmişik. Və biz onu bugün bir nəfərin, biznesdən danışırıq, bir nəfərin və bir nəfər, hər maşına bir nəfər, 10, 20, 30 nəfərin o işdə, deyək ki, o maaşı qazanmaqla biz biznesimizdə onu itiririksə və biz həmin o çəkicilərin sayını azaldırıqsa və yaxud da sıfıra endiririksə, bizim biznesimiz inkişaf edir. Yəni, bu şəxs çox belə deyək, emosional şəkildə bildirir. Yaxşı, sizin mühəndisliyiniz nə dərəcədə dəqiq ola bilər ki, belə bir hadisələr baş verməsin. Cavab, qarşılığında cavab belə olur. Bizim keyfiyyətimiz mühəndisliyimiz zamanı ölçülür, sonda yox. Və yaxud satış zamanı deyil. Satışda görüntülü bir prezentasiya zamanında deyil. Növbəti slayd. Bu filmi tanıyan var? Şəkildə görünən kulturlar kim? Murphy. Çox yaxşı isimlərdir. Yəni, adı belə özünü insanı oxşuyor. Aradakı sevgi, yəni hələ də bu filmin müzakirəsi zamanı bu sevgi orada harda idi sualını verirlər və onun açıqlaması abzaslarla mətn şəklində görsənir. Mən kinonun bütün səhnələrindən deyək ki, elməyəcəm, amma aradakı sevgi haradan yaranır? İnancdan. Bu inanc bizim işimizdə o görünməyənləri, o sevgi deyirik və o sevgiyə gətirib çıxaran bir səbəb olmalıdır. Bəli, filmdə bir elmdən danışılır. NASA bir elm üzərində işləyir və həmin ştatda baş vermiş bir təhlükəni aradan qaldıra bilməsək nə edə bilərik və başqa bir planetdə yaşamaq üçün şansımız ola bilərmi deyə düşünürlər. Amma bu prosesi həyata keçirənlər Cooper'la Murphy'nin arasında olan o sevgi bu həll yolunu daha da asanlaşdırır. Bəli, elm deyil, sevgi bu reallığı üzə çıxarır. Bəli, elastik zamandan keçirir və həmin missiyanı tamamlamaq o sevgi deyək ki, çərçivəsində başlayır. Növbəti slayd. Bəli, təhlükəsizlik dedik, onu idarə etməkdən əvvəl, biznesi də idarə etməkdən əvvəl, insanları da idarə etməkdən əvvəl və sevgini də idarə etməkdən əvvəl bizə növbəti slayd mədəniyyəti idarə etməyə lazımdır. Bəli, görünməz olan mədəniyyət. Niyə mədəniyyət? Birinci slaydda göstərmişdik ki, böyük bir partlayış ortaya çıxdı və onun səbəbi nə idi? Heç kim bəzən sorğulanmır və bugün biz karyeramızda və bugün biz öz işimizdə nə qədər də diqqətli olsa müəyyən səhvlərə yol veririk. Belə bir deyim var, mismarı bir stolun üstünə, üst təbəqəsinə vurduğumuz mismarı necə vururuqsa, alt tərəfindən vurduğumuz mismarı ondan daha da diqqətlə, daha da dəqiq və daha gözəl şəkildə vurmalıyıq. Bu bizim vicdanımızın, mədəniyyətimizin formalaşdırdığı bir mindset-dir, bir düşüncədir. Və biz mədəniyyət deyiriksə, biz bugün çalışaq, qazanaq və bir nəticəyə gələk, bir uğur qazanaq deyək, çalışmamalıyıq. Biz nələrisə mədəni şəkildə öz vicdanımızla etməliyik. Yəni, bunu nəyə gətirib çıxarırıq? Bugün bir layihə bitməlidirsə, bir müəyyən məbləğdə büdcə, pul itməməlidirsə, biz öz işimizi, öz ətrafımızı təhlükəyə məruz qoya bilmərik. Bəli, o 43 gün tamamlanmasına qalmış neft quyusu, xarab olmuş avadanlıqlar və yanlış qərar verməklə baş vermiş hadisə, baş vermiş bütün bu itkilər və hal-hazırda da onun nəticəsində ödəniləcək məbləğ 2001-ci ilə qədər
təmin edilən və ekoloji vəziyyət dəyişməz qalır. Niyə? İnsan faktoru, niyə? Mədəniyyət yox idi. Bəli, o mədəniyyət ki, o sarsıdıcı hadisəni meydana çıxartır. Demək, biz mühəndisik, mühəndislikdə biz həll yolları veririk. Bu həll yolları kiminsə gələcəkdə təhlükəsizliyinə gətirib çıxartmamalıdır. Bəli, mən bugün bir kaska taxıram və sahəyə gedirəm. Özümü təhlükəsiz vəziyyətdə hesab edirəmmi? Bu çox qəliz məsələdir. Ona görə biz buna əmin olmamız üçün o bəzi şəxslər var. Bəli, o şəxslərin də malik olmalı olduğu xüsusiyyəti onun mədəniyyətidir. Bəli, görünməz olan şeylər idarə oluna bilər. Lakin ilk öncə görünən idarə edə bilməliyik. Görünməzi də idarə edə bilək və görünməzi də idarə etmiş ola bilək ki, görünənlər bizim həyatımızda negativ